Vətən. Ola bilər mən dünyaya gözlərimi qoynunda açmamışam. Amma özümü həmişə sənə aid hiss etmişəm. Silsilə dağlarının əzəməti, zirvələrinin vüqarı, təbiətinin zərifliyi, çaylarının, sularının təmizliyi məni riqqətə gətirib həmişə. Gör, indi bir vaxt dağlarının ətəyində, dərələrinin ağuşunda yaşayan, əzəli sakinlərin olan soydaşlarım hansı xiffətin içindədir? Mənə görə sən təkcə Azərbaycanın qərbi yox, həm də qəlbisən Zəngəzur. O qədər zəngin, o qədər gözəlsən ki, sənə tamah salanlar da oldu, səni əldə etmək üçün günah edənlər də. Dəfələrlə vətəndən vətənə deportasiya edilmək qismətimizə yazıldı. Siz bu dünyaya gözlərinizi Qərbi Azərbaycanda, Zəngəzur mahalında açmısınız. İndi əlimiz ora uzalı qalıb, amma xatirələrimiz hələ də təzə tərdir. Zəngəzur mahalının Qafan rayonunun ən ucqar kəndi olan Acıbac kəndində dünyaya gəlmişəm və gəncliyim o kənddə keçib. Qafan rayonunun Baharlı kəndində anadan doğulmuşam. Demək olar ki, bizim rayon Zəngəzur mahalı çox böyük həm sərvətə malikdir, həm gözəllikdə, həm təbiətdə, həm də dağların qoynundadır. Mən Bakıda anadan olsam da, bizim ailədə hər kəs, yəni bütün mənim övladlarım da, qardaşımın övladları, hər birimizin xəmri vətən sevgisi ilə yoğrulub. O yurdla bağlı çox xatirələrim var. Çünki uşaqlıq vaxtı nə yazılıb o beyində qalır. O bizim o dağlarda, o bizim o yerlər ki var idi, bu ziyarətgahlar idi. Çox belə sirrili yerlər idi. Dağda, dağın başında Oğlanlıca dediyimiz bir pir var idi. Böyük qaya idi. Qaya yonulmuş halda sanki qadın heykəli idi. O vaxtları o qadın dönüb olub heykəldə, yanıb daş olub. Qadın heykəlidir böyük, Oğlanlıca deyilir, yanında da uşağı. Bizim kənd elə yerdə yerləşirdi ki, Kafandan deməli 20 neçə kənddir, düz dağın Qazan gölə kimi. Qazan göldən də aşırsan o tərəfə, Naxçıvan zonasıdır. O kəndi gərək görəsən ki, necə gözəl təbiəti var idi. Sanki ilahi bir gözəllik yaratmışdı orada. Nə qədər mən haranı gəzirəm, o kənddən ayrılandan sonra hansı bölgələrə gedirəm, axtarıram, öz kəndimizin yaraşığın gözəlliyini tapa bilmirəm. Baharlı kəndi elə bir təbiətdə yerləşirdi ki, onun qabağına böyük çay gedirdi, çay şırıltısı. Yəni bizim evdə düz çaya yaxınıdır. Belə döşdə. Hər tərəfdə suları var idi çox, bulağı var idi. Axırı ki, ermənilər hələ 1986-cı ildə oranı köçürmək üçün bir bunların məqsədi idi. Oranın iki dağın arasını bağladılar ki, o çay göl olsun, Azərbaycanlılar çıxsın. Oranı çox az görmüşəm, uşaq yaşlarında görmüşəm, 6 yaşıma kimi. Amma inanırsınız, yaş ötdükcə o xatirələr hələ də gözümdə canlanır. Babamgilin evi, nənəmgilin evi, həyəti, axan çay, təndirxana, qonşuların adları belə yadımdadır, üzləri yadımda qalmasa belə. Yəni, ora görməsək də, getməsək də, amma xəyallarımızdadır, yuxularımızdadır və həsrətindəyik. Bir şeirimdə deyirəm ki, özgə diyarları gəzdim, dolandım, dağlar tapanmadım o dağlar kimi. Hər bahar gələndə yaram qövr edir, yaş axır gözümdən bulaqlar kimi. Həqiqətən də dağlar tapanmıram o dağlar kimi. O dağlardan uzaq düşən ailələrdən biridir Mustafayevlər. Azbazı yadıma qalan təndirdir, qonşular hamısı yığışırdı, lavaş yayırdılar. Lavaşı biri yayırdı, biri yapırdı, biri təndirdən çıxardırdı, biri üst-üstə yığırdı. Sonra bölüşdürürdülər. İnşallah qızım tezliklə. Zəngəzur mahalının Qafan rayonunun Acıbac və Baharlı kəndlərindən olan ailə başçıları ən xoş və xoşbəxt günlərini, atalı-analı illərini yaşadıkları o dövrü indi pəjmürdə hisslərlə xatırlayırlar. Elə bir bizlə rayonun arası 50 kilometrdir.
o yerlər həqiqi sirrili yerlər. O pirlər var idi, böyük pirlər. Baba, belə ürəklə danışırsan. Biz öz vətənimizə harmaq gedəcəyik. Hamı gedir, dincəlir. İnşallah qızım tezliklə mənim dilimlə eşitdiyiniz o Zəngəzura gedib özünüz görəsiniz. Mən sizi mütləq aparacam o yerlərə. İnşallah. Heç şübhəsiz elə bu hisslərdir Pərvanə Mustafayevanı Pərvanə Zəngəzurlu imzası ilə bir şair kimi bizə tanıdan. Onlarla kitabın, yüzlərlə şeirin müəllifi olan qələm adamının şeirinin də, sözünün də əsası Azərbaycandır, vətəndir, Zəngəzurdur. Yurt qədər doğmadır telli saz mənə. Onu dinlədikcə el yada düşür. Zirvələrdə gəzir xəyal köhlənim. Yamaçdan dərdiyim gül yada düşür. Sənə minnətdarama telli sazım. Səni dinlədikcə el yada düşür. Səni dinlədikcə el yada düşür. Bizim nəsil, yəni bizim kəndin cəmaatı 1905, 1918, bir də 1988. 88-ci ildə də axırıncı dəfə ona kimi ermənilərin cəmaatı çıxartmaq üçün hər şeyə gedirdilər. Azərbaycanlıları əzirdilər. Şəxsən Gecəlan şəhəri deyirdilər. Bizdə Gecəlandı. Orada Şabaydin vardı, Azərbaycan kəndi, Atqız var idi. Sonra bu tərəfdə Pirdavdan idi. Orta məktəb var idi orada Azərbaycanlıların. Böyük məktəbidir. Mənim orada demək bacımın uşaqları məktəbdən evə gedəndə, körpünü keçəndə bir kanal gedirdi orada. Ermənilər o iki uşağı, iki qardaşı. Onların da olub 1973-də. 73-də o uşaqlar da bilmirəm 3-4-də oxuyurdular. Hər iki qardaş 4-5, yəni bu özdə götürüb atmışlar kanala, kanalla geb aşağıda da ölmüşdülər. Ermənilər. Gör kimdən qisas alırdılar da uşaqlar. Yəni bu o minvalla çox işlər görüblər ki, yəni Azərbaycanlılar çıxsın. Mən kənddən lap erkən çıxmışdım, lap gənc yaşımdan çıxmışam. Ancaq ki, az yaşasam da orada yadda qalan günlərimiz olub. Uşaqlığımız çox maraqlı, kənd həyatı idi, ancaq gözəl idi. Zəngəzur mahalı həmişə əvvəlindən bizim Azərbaycan torpağı olub. 1905-ci ildə ermənilər o kəndlərə hücum eləyəndə mənim əmmimin biri gecə ilə silahlı qarı-qış olub. O çay yoxuşa gedib ki, dağdan aşalar Naxçıvana. Onu arxadan vurmuşdular. Hələ belə bir şey var ki, deyir, uşağın qucağında qarımış, apara bilmirmişlər. Soxurmuşlar gecə ki, bunlar hücum eləyib o tay. Qarın altına ki, uşaq ölçün, səsi çıxmasın ki, cəmaat getsin. Bizim kəndin özü yaylaq kimi bir yeridir. Başqa yerlərdən, bölgələrdən bizim kəndə yaylağa gəlirdilər. O cür gözəl idi. Kəndimizi çay 3 yerə bölürdü, 3 hissəyə bölmüşdü. Adı nə idi o çayların? Çayın birinə Dəf dərəsi deyirdik, Dəfin dərəsi. Biri böyük çaydı, elə böyük çay deyirdik. Çox. O çay indi hal-hazırda gəlib düz Zəngilandan keçir. Oxçu çaya qarışır, gəlib Zəngilanacan. Çay o qədər dupduru axırdı ki, inanın ki, biz içməyə də o çaydan götürürdük. Bizim kənddən yuxarıda yaşayış yox idi deyə çay çox həm suyu təmiz idi, həm də ki, bizim də bulağa ehtiyacımız yox idi ki, gedək hansısa. Düzdür, kəndimizdə bulaqlar çox idi, amma elə o çay olan yerdə heç bulağa ehtiyacımız yox idi. Vətən yurtdur. Vətən anadır, vətən torpaqdır, vətən nəfəsdir. Ümumiyyətlə, vətən insanın yaşadan hər şeydir. Mən vətəni belə anlayıram, təsəvvür edə bilmirəm. Başqa bir ölkə, başqa bir yurt. Quş olaydım, dağ başına qonaydım. Görəydim qartalın uçurmu yenə. Soruşaydım yetim qalan dağlardan, qoynuna el-oba köçürmü yenə. Çəkdilər sinənə sağalmaz yara, necə həsrət qaldıq o buz bulaqlara. Ətəyi çiçəkli göy yaylaqlara, günəş şəfəqini saçırmı yenə? Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Kədərin başqa bir ahəngini isə Böyük Məmməd Araz belə ifadə etmişdi. Qəribədir, itkilər ya şeirləşir, ya şəkilləşir insan ömründə. Bir də gözünü açıb görürsən ki, bir vaxt yanında olanlar indi sadəcə ağlında, ürəyində qalıb. Bu mənada ailə albomları dünənlərin aynasıdır. Hər səhifəsində ötənlər var. Evin balaca sakinləri Zəhra və Pərvanə tez-tez bu albomları vərəqləyirlər. Onlara ən maraqlı gələn isə nənə babasının gənclik illərinin fotolarıdır. O fotolar ki, orada təbəssüm və o illərin təcəssümü var. Amma elə məqamlar da var ki, onlar bu fotolarda əks olunmur. Məsələn, erməni xisləti, erməni zülmü kimi. Hamımız inanırıq ki, mütləq o gün gələcək və biz öz doğma yurdumuza geri dönəcəyik. Həmin an, həmin gün ilk üz tutduğunuz ünvan hara olardı? Ora dönsək, kəndimizə getsəm, ilk ayaq bastığım evimizin həyəti olar, atamın, anamın xatirələri olan evimiz. Sonra da qəbirstanlığa gedərdim. Həmişə deyirəm ki, orada atamın qəbri var, əmmimin qəbri var, qardaşımın qəbri var orada. Birinci oranı ziyarət eləyərəm. İkinci də mən o dağlarda çox gəzmişəm. Elə gözüm yumulu yola düşsəm, dağlara gedərəm. Bilərəm ki, hansı daşın üstünə ayağımı qaldırıb hardan keçəcəm. İstəyərəm, o bulaqları var, onları görüm. O dağlarda gəzmək istəyərəm. Çünki mən dağları çox sevmişəm. Mən sevgiyə inanıram. Sevgi müxtəlif olsa da, vətənə sevgi bir ayrıdır və yurttaşlarımızın o qəlbindəki o sevgi bizi ora qaytaracaq. Birinci, hisslərimizə çox inanıram, Allahıma çox güvənirəm və Ali Baş Komandanımıza güvənirəm. Mən özüm bir hərbiçi ailəsiyəm, bununla qürur duyuram və bütün varlığımla göydə Allaha, yerdə də dövlətimizin başçısı Ali Baş Komandanımıza inanıram. Naxçıvandan Azərbaycanı ayıran bu Azərbaycan torpaqlarının Zəngəzur mahalının vaxtilə Ermənistana, ermənilərə verilməsi. Əgər bu olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyatı lazım deyildi. Azərbaycan bir vahid, bir əraziyə malik olan bir ölkə idi. Ancaq Zəngəzur mahalının cümlədən onun bir hissəsi olan Mığrı, Qafan rayonlarının, Azərbaycan torpaqlarının 20-ci ildə Ermənistana verilməsi bizim tariximizdə Azərbaycan torpaqlarının əldə getməsinin çox ağır hadisəsidir. Zəngəzur dəhlizinin yaradılması bizim milli maraqlarımıza tam cavab verir və tarixi maraqlarımıza cavab verir və gələcək maraqlarımıza cavab verir. Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə. İstəsə daha asan həll edəcəyik. İstəməsə də zorla həll edəcəyik. Necə ki, mən demişdim müharibədən əvvəl və müharibə dövründəki öz qoşu ilə rədd olur bizim torpağımız. Yoxsa zorla sizi çıxardacaq. Belə də oldu. Zəngəzur dəhlizinin taliyi də eyni olacaq. Kəndlərin əksəriyyəti hamısı Azərbaycan kəndləri idi. Rayonda da Azərbaycanlılar yaşayırdı, çox idi. Azərbaycanlılara burada universiteti qurtarıb, gedirdi məsələn orada işləmək, ona iş vermirdilər. Məcbur idi ki, gəlib Bakıda işləsin. Orada Azərbaycanlılara iş yox idi. Bunların onsuz da içində kini var idi bizə qarşı. 88-ci ildəki bu məlum hadisələrdən sonra da ki, azğınlaşdılar. Gecə evlərində bizimkilər yata bilmirdi, tankın səsinə oyanırdılar. Qafana gedə bilmirdik, bizi qorxudub cəmaatı evindən, eşindən qovmaq üçün tankla kəndə gəlirdilər, silah atırdılar, silah səslərindən istər-istəməz cəmaatı vahimiyyə salırdılar.
Hətta şərləyib öldürdükləri də oldu. Ona görə elə hər kəs kənddə, o rayonda olan hamı nəyi var idi, varın, yoxun, tökdü elə canın götürdü, qaçdı. Mən görmüşəm, övladlarım heç görməyib. Amma buna baxmayaraq soruşanda ki, haralısan, qürurla Qərbi Azərbaycanlıyam deyirlər. Çox sevirlər vətənlərini. Görməsələr də, gəzməsələr də, videolardan, şəkillərdən, nənəsinin, babasının danışdığı hekayələrdən torpağımızı sevirlər. Qızlar, gəlin baxaq görək necə eləyirik məşqimizi. Ürəyindəki vətən həsrətini közü sözə çevirən Pərvanə Zəngəzurlu həm də nəğməkar şairdir. Onun şeirləri təkcə bəstəkarların yaradıcılığına deyil, el havalarına, aşıq musiqisinə də qanad açıb. 1984-cü ildə Narınc Xatun tərəfindən yaradılan Aşıq Pəri Məclisi qadın, aşıq və şairlərin ədəbi birliyi kimi 40 ildən çoxdur ki, fəaliyyət göstərir. Saxlayın, güzel, saxlayın. Bayaq fikir verdim, Sevil xanım tək oxuyurdu bir bəndə. Bax, birinci misrada, bir də üçüncü misrada Sevil xanımla bir yerdə təkrarlayırsınız. 19-cu əsr Azərbaycan aşıq şairi Aşıq Pərinin adını daşıyan yaradıcı birliyə bugün Pərvanə xanım rəhbərlik edir. Ən böyük arzusu isə səslərinin o dağlarda, o bağlarda, bütöv Zəngəzurda eşidilməsidir. Biz qalib xalqıq. Bizim qalib dövlət başçımız var. Ona görə də mən inanıram ki, biz onu görəcəyik ki, ora qayıtmağımızı. Bir şeirimdə deyirəm ki, mənə lazım deyil dünyanın varı. Sənsən ən qiymətli ləlim Zəngəzur. Həyatda ən ülvi arzum budur ki, bir gün qucağına gəlim Zəngəzur. Atamın kötükdə dəhrəsi qaldı, çatmada anamın nehrəsi qaldı. Nənəmin darağı, cəhrəsi qaldı, zəhərə dönübdü balım Zəngəzur. Dönüb yağışına ələnəcəyəm, şehli otlarına bələnəcəyəm. Əhdimdir, bənövşə dilənəcəyəm, çatsa kol dibinə əlim Zəngəzur. O cənnət mahalda qalıbdı gözüm, dağlardan aralı mən necə dözüm. Pərvanəyəm, gəlim doyunca gəzim, sonra qucağında ölüm Zəngəzur. Həqiqətən dediyim şeirdə göstərdiyim atamın dəhrəsi, nənəmin, anamın çatması, hamısı elə necə vardı, elə qaldı. Atamın kötükdə dəhrəsi qaldı.